Edib sorğu keçirsək, əhalinin bəlkə də 100% yaxın hamısı uşaq pulunu istəyir. Bizim dövlətimiz də xalq üçün yaşayır, vətən üçün yaşayır. Biz də hamımız belə, yaxşı biz necə ola bilir ki 18 yaşı olan kimi gəlib çağırış vərəqi verir ki, gəl əsgərliyə aparıq səni. Amma o uşağı böyütməyə bizim dövlətimizin yardımımız olurmu? Açığın deyək də sosial müavinət sahəsində o deyirlər ki dəqiqdir, o nə bilim mən yardım göstərilir, dəqiqdir. Amma biz bilirik ki onun 70-80% belə imkanlı ailələrə verilir. Qalanlarına verilmir. Mən keçən dəfə dedim, oturdum iqtisadçı deyiləm və təklif edirəm iqtisadçılara. Əgər səhv deyirəmsə hökumət desin sən düz demişsən və yaxud bir başqa məsələlər ona bütün xalqımız tələb edir. Hamı tələb edir. Əgər biz bu müavinət məsələsini, sosial yardım məsələsini götürsək, mən o vaxtı hesabladım elədim. 70, 75, 80 milyondan artıq üstünə pul gəlməz. Hələ mən demirəm ki, bizim valyuta ehtiyatımız var. İldə 1 milyardını ayıraq qoyaq ona. Və yaxud biraz artıq çox. Axı bu strateji məsələdir. Bu təminat məsələdir, xalqımızın istəyidir. Valla biz populistlik eləmirik. Özümüz də bu yaşdan sonra kimə göstəririk? Vəzifə istəmirik, nə eləmirik? Bizim üçün bu məsələ bundan ibarətdir. Axı niyə buna bu cür yanaşırlar? Mən təklif edirəm. İndi bilməm gezdir, üzərində işləyin. Bilmirəm, yenə əlavə eləyə bilmirsinizsə o yardım, sosial yardım məsələsini götürək yerinə bu uşaq pulunu tətbiq eləyək. Xalqımız da bizi sevir. Biz böyüdürük balalarımızı, uşaqlarımızı. Deyirik ki, bu nə bilim mən gələcək nəsillər üçündür fondumuz. Bəyəm uşaqlar bizim gələcək nəsillərimiz deyil. Biz nə üzrən sabah onları müharibə yaparaq? Mən qaçmıram, indi müdafiə xərcləri dedi, amma müdafiə xərclərini keçən dəfə də mən qaldırmışdım, azaltmaq olmaz. Amma təəssüf ki, azaldıldı. İndi sağ olsun cənab prezident qoyur ki, artırmaq lazımdır. Amma çox az artırılır, kifayət qədər deyil. İndi mən o məsələyə keçmək istəmirəm, toxunmaq istəmirəm. Mən ona görə dediyim ondan ibarətdir.